Hər kəs salamlayıram. Bu videoda RFM final mərhələsinin birinci və ikinci suallarının həllərinə baxacağıq. Gəlin vaxt itirmədən başlayaq. Deməli, birinci suala baxaq. 2 üstü n çıx 2 bərabərdir x bölü 2 olarsa, 5 üstü n üstəgəl 10 üstü n bölünsün 5 üstü n plus 2 çıxılsın 4 vur 5 üstü n plus 1 ifadəsini sadələşdirir. Deməli, ifadəni yenidən yazaq. 5 üstü n üstəgəl 10 üstü n 5 üstü n plus 2'ni yazacağım. 5 üstü n vur 5 üstü 2. Çıxılsın. 4 vur 5 üstü n plus 1'i də 5 üstü n vurulsun 5 şəklində yazaram. Sonra surətdə 5 üstü n'i xaricə çıxardaram. Mötərizə xaricinə. 5 üstü n çıxanda burada 1 qalar. Burada 2 üstü n qalar ki, hasili 10 üstü n eləsin. Həmçinin məxrəcdə də 5 üstü n'in mötərizə xaricinə çıxarda bilərəm. 5 üstü n çıxsa 5'in kvadratı çıxılsın, 4 vurulsun 5. Bərabərdir. 5 üstü n'lər ixtisar aparsaq, yerdə qalacaq. 2 üstü n üstəgəl 1 bölünsün. 5'in kvadratı 25. 4 vur 5, 20. Çıxanda 5 qalır. Bölünsün 5. Bunu biz biraz da sadələşdirə bilərik. Necə? Verilib ki, 2 üstü n çıxılsın 2 bərabərdir x bölü 2. Biz burada hər tərəfi 2'ye vursaq, 2 üstü n çıx 1 bərabərdir x eləyər. Hər tərəfi yenə 2'ye vursaq, 2 üstü n çıx 1 vur 2 bərabərdir 2x. Yəni 2 üstü n çıx 1 plus 1 bərabərdir 2x. 2 üstü n bərabərdir 2x. Aha. Buradan da 2 üstü n'in yerine 2x yaza bilərik. Cavab alınır. 2x plus 1 bölünsün 5. Şimdi keçək ikinci suala. Deməli, ikinci sualda da deyilir ki, x və y natural ədədlərdir. X kvadrat plus x bərabərdir y kvadrat plus y plus 24 bərabərliyini ödəyən x ədədlərinin cəmini tapın. İndi burada biz y kvadrat plus y-i digər tərəfə keçirsək, x kvadrat plus x minus y kvadrat minus y bərabərdir 24 olar. Y kvadratı bu tərəfə atsaq, x kvadrat çıx y kvadrat plus x çıx y bərabərdir 24. X kvadrat çıx y kvadratı vur onlara ayırsam, x çıx y, x plus y, bunu da yazaram, x çıx y vurulsun 1 bərabərdir 24. Burada x çıx y-i mötərizə xaricinə çıxarda bilərəm. X çıxılsın y, x plus y, burada da 1 qalır. Bərabərdir 24. İndi baxın, buradan görünür ki, baxın, bu bərabərlikdən aşkardır ki, x natural ədədimiz y natural ədədindən həmişə böyükdür. Niyə? Çünki y vur y plus 1'in üzərinə 24 gəlirsən, sənə x vurulsun x plus 1'i verir. Buradan da barizdir ki, x ədədimiz y-dən böyükdür. Deməli, x və y natural ədədlərdirsə, x y-dən böyükdürsə, onda x çıx y-də natural ədəd olacaq. Və həmçinin x plus y plus 1 də natural olacaq və birinci vuruqdan böyük olacaq. Onda biz burada hansı hallara baxa bilərik? Məsələn, x çıx y1 olsa, x plus y plus 1 24 olar. X çıx y2 olar. 24'ün vuruqlarını araşdırıram, natural bölənlər. 2 olsa, bura 12 olar. 3 olsa 8 olar. 4 olsa 6 olar. Bundan böyük qiymətlər versəm, artıq birinci ikincidən böyük olacaq. Lakin biz demişik ki, ikinci ifadə birincidən böyükdür. İndi yerlərinə qoyub baxıram. Məsələn, birinci nə yazmışıq? Yazmışıq ki, x çıx y 1'dir. X üstəgəl y üstəgəl 1 24'dür. Yazıram burada. X çıx y bərabərdir 1. X üstəgəl y üstəgəl 1 bərabərdir 24. Bunlar mən tərəf-tərəfə toplasam, 2x üstəgəl 1 bərabərdir 25. 2x bərabərdir 24. X bərabərdir 12. Bu bizim birinci həllimiz. X ədədlərinin cəmini istəyir də. İndi ikinciyə baxaq. İkincidə nədir? X çıx y bərabərdir 2.
x üstəgəl y üstəgəl 1 bərabərdir 12. Bunlar tərəf-tərəfə toplayanda 2x üstəgəl 1 bərabərdir 14. 2x bərabərdir 13. X bərabərdir 6,5. Lakin bizə x natural ədəddir verilmişdi. Deməli bu hala baxmayacağıq. İndi üçüncü hala baxaq. Üçüncü halda deyilir ki, x çıx y bərabərdir 3, x plus y plus 1 bərabərdir 8. Bunu bir sistem şəklində yazsaq, tərəf-tərəfə toplasaq, 2x plus 1 bərabərdir 11, buradan da x bərabərdir 5. Bu da bizim ikinci həllimiz. İndi üçüncü həllimiz görək olacaq, yoxsa yox? 4. X çıx y bərabərdir 4, x üstəgəl y üstəgəl 1 bərabərdir 6. Tərəf-tərəfə toplayanda 2x plus 1 bərabərdir 10, 2x bərabərdir 9, x bərabərdir 4,5. Lakin natural ədəd olduğu verilmişdi deyənə, biz bu variantı da kənara qoyacağıq. Deməli, nəticə olaraq nə əldə elədik? X 12 olar və 5 olar. Başqa qiymətlər ala bilməz. Ala biləcəyi qiymətlər 12 və 5-dir. Deməli, onun ala biləcəyi qiymətlərin cəmi də 12 üstəgəl 5 bərabərdir 17 olacaq. Ümid edirəm video sizlər üçün faydalı olar. Sağ olun. Gələn videolarda görüşənə qədər.